Gəlsin silisium. Silisium 4-cü qrupun elementidir. 4-cü qrup elementlərindən biz nəyi danışdıq? Karbonu. Silisium da 4-cü qrupun əsas yarım qrup elementidir. Deməli, P elementidir. P elementidir silisium. Nisbi atom kütləsi 28-ə bərabərdir. Sıra nömrəsi 14-dür. Maksimum həyəcanlanma halında 4 elektron olur və müsbət 4 oksidaşma dərəcəsi göstərir. Eyni ilə karbon kimi. 3s2, 3p2 formuluna malikdir. Sonra normal halda 2 tək elektronu var. Gördüyümüz kimi həyəcanlanma halında 4 tək elektron olur. Sonra bir atomlu bərk maddədir. Yer qabığında yalnız birləşmə halında yayılır. Yalnız birləşmə şəklində yayılır. Dediyimiz kimi Jones-a daxil olan elementlər karbon, oksigen, azot düşür. Onlar həm sərbəst, həm birləşmə şəklində yayılıb. Silisium isə yalnız birləşmə şəkildə yayılıb. Və yer qabığında oksigenden sonra çoxluğuna görə ən çox yeri tutan elementlərdən biridir oksigenden sonra. Birləşmə şəklində yayılıb. Hansı birləşmələr var? Silisium O2 var. Buna kvarts qumu da deyirlər. Eləcə də alüminium oksid, 2 silisium O2 və 2 H2O. Ağgil deyirlər. Ağgil şəklində yayılıb. Çöl şübatı, kaolinit mineralı deyirlər buna. Kalium oksid, alüminium oksid və 6 silisium O2. Nefilin şəklində də var. Burada natrium oksid, alüminium oksid, orada 2 silisium O2 və s. Amma ən çox düşənlər hansılardır? Kvarts qumundan gil. Gildən sement istehsalında istifadə olunacaq, kvarts qumundan deyil. Sonra müsbət 4, mənfi 4 oksidaşma dərəcəsi göstərir. Nadir halda, məsələn, silisium birləşməsi var ki, duz əmələ gətirməyən oksid orada müsbət 2 oksidaşma dərəcəsi göstərir. 2 allotropik şəkil dəyişməsi var. Kvarts və amorf maddədir. Kvarts kristal silisium metal parıltılıdır, çətin əriyən, çox bərkdir. Quruluşu almazın quruluşu ilə oxşardır. Lakin oxşarsa da bir-birinə silisium arası, silisiumla silisiumun arasındakı sigma rabitə karbon-karbondan zəifdir. Çünki təbii ki, karbon-karbon arasında onun elektron mənfilik çox olduğuna görə çox olacaq gücü. Və kristal silisium yarım keçiricidir. Cüzi elektrik keçiriciliyinə malikdir. Ona görə də ondan fotoelementlər hazırlanır. Günəş enerjisini elektrik enerjisinə çevirən fotoelementlər var. Bəlkə yol qırağıb fikir verəsiniz. Lövhə şəklində qoyulub, üzərinə düşür və ondan deməli, günəş enerjisinin 10%-ni elektrik enerjisinə çevirir. Bax, fotoelementlərdə istifadə olunur. Sonra kimyəvi xassəsi amorf silisium adi şəraitdə florla reaksiya daxil olur. Silisium üstə gələk flor 2, əmələ gələcək silisium flor 4. Bu adi şərait. Bax, qeyd edirəm. Adi şəraitdə reaksiya gedir. Silisium nəydən getməz? Hidrogenlə reaksiya getməz. Silisium kükürddən gedir. Silisium S2 birləşməsi əmələ gətirir. Silisium oksigenlə reaksiya daxil olur. Silisium O2. Sonra silisium azotdan reaksiya daxil olur. Azotdan reaksiya daxil olur. Nitrit əmələ gətirir. Silisium valenti 4. Azotun valenti 3. Ona görə belə bir birləşmə əmələ gətirir. Sonra silisium xlordan da reaksiya daxil olur. Silisium xlor 4 birləşməsini əmələ gətirir. Hətta silisium katalizator iştirakında sudan da reaksiya girə bilər. Silisium oksid və H2 əmələ gətirir. Sonra silisiumun ən çox istifadə olunan birləşmələrindən silisium karbiddir. Buna karborund da deyirlər. Karborund da deyirlər. Karborund kristal qəfəs quruluşuna malikdir. Bərkliyinə görə almaza oxşayır. Ondan almazın necə ki, süni almaz dedikcə cilalayıcı kimi istifadə olunur. Ondan da yonucu cilalayıcı kimi istifadə olunur. Alətlər hazırlanır və s. Metallarla reaksiya daxil olurlar. Təbii ki, silisidlər adlanan birləşmələr əmələ gətirir. Hidrogenlə hidritlər, metallar hidrogenlə hidritlər, karbonla karbidlər, azotla nitritlər, silisiumla da silisidlər adlanan birləşmələr əmələ gətirirlər. Baxın, hər birinin öz adına uyğun qeyd edirik. Magneziumun valenti 2, silisiumun valenti 4. Burada magnezium 2
silisium. Belə bir silisitlər əmələ gətirir temperaturda. Metallardan yüksək temperaturda daxil olur. Məsələn, kalsiumdan da eyni ilə silisit əmələ gətirəcək. Kalsium silisit buradakı qoyuram temperaturda reaksiya daxil olacaq. Sonra maqnezium silisit H-xlordan reaksiya daxil olduqda maqnezium xlor 2 və silisium H4 əmələ gəlir. Baxın, bunun adı silandır. Silan rəngsiz, pis iyli maddədir, zəhərli maddədir. Havada öz-özünə alışıb yanır. Bax, rəngsiz, pis iyli, zəhərlidir, öz-özünə alışıb yanır. Ən əsas reaksiyalardan biri silisium fluorid turşusundan reaksiyasıdır. Silisium fluorid 4 üstəgələ H2 əmələ gətirir. Burada aparıb 4 qoyaram hidrogen qabağına ki, silisium fluorid H-fluordan reaksiyasına. Yəni, turşulardan yeganə turşudur ki, H-fluordan reaksiya daxil olur. Burada minimum miqdardır. İndi maksimum miqdar kimi silisium H-fluordan reaksiya girəndə H2, silisium, fluor 6, yəni belə bir turşu əmələ gətirə bilər. Maksimum miqdarda burada gedir. İndi maksimum necə? Burada 6 oldu. Gərək burada 6 qoyum. Burada 2 qoyum düzəlsin. Minimum, maksimum. Deməli, silisium haqqında nə dedik? Silisium qeyri-metallardan fluor adi şəraitdə girir. Onu mütləq qeyd edirik. Çünki bu cür formada da düşür. Hidrogenlə girmir, kükürddən girir. Deməli, oksigenlə reaksiya daxil olur. Azotdan girir. Xlordur, fluordur dedik, bunlardan girir. Eyni zamanda sudan hətta qızdırıldıqda da reaksiya girir. Karbon, silisium karbiddən karbon mineralını əmələ gətirir. Sonra deməli, başqa hansı qeyri-metallar qaldı? İndi yazdıq. Metallar da reaksiyasını yazdıq. Bir də silahın alınması. İndi minimum çox rast gəlinir. Maksimum bu formada 4-lərə düşür. Yəni, birlərə əsasən silisium H-fluordan girirmi, girmirmi? Yəni, bu tipli suallar düşür. Tətbiq metallurgiyada yüksək istiliyə, deməli, yüksək istiliyə, turşuya davamlı olan poladların hazırlanmasında istifadə olunur. Ərintilərin tərkibində silisium qatlarında o turşuya qarşı davamlı olur. Gəldik silisium O2, oksidlərindən olan silisium O2. Silisium O2 bitkilərin budaq və gövdələrinə, heyvanların mühafizə örtüklərinə, o deyək balığın pulcuğudur, tısbağanın üstünün qınıdır, yəni belə mühafizə örtüklərinə möhkəmlik verir. Ağac və gövdələrə də möhkəmlik verir, elə silisiumdur. O qamışın möhkəmliyi var ki, çay qırağında qamışlar olur. Balığın pulcuqlarıdır, kəpənəkdir, quşlardır, bunların qanadlarının möhkəmliyi. Sonra bax, heyvanların yunlarının möhkəmliyi onun tərkibində silisium O2 olmalıdır. Silisium O2 deyəndə ilk gözümüzün qabağına elə qum gəlir, kvars qum. Amma dediyimiz kimi bitki və heyvanların örtüklərində, üzərində silisium O2 var tərkibində. Necə yadımıza saxlayaq? Bərkli etalonu kimi bərkli silisium O2 təbiətdə yayılıb elə hamısının içəri daxilində var. Əslində, həqiqi formu silisium O2 N dəfə, çünki o belə molekulyar formulu düzgün deyil, atomlar quruluşudur. Silisium O2 təbiətdə sərbəst və birləşmə halında var. Sərbəst şəkildə də var silisium O2 şəklində, digər duzda oksidlərdən də birləşib duz şəklində də var. Təbiətdə əsasən qum şəklində olur. Dəmir oksidləri quma sarı rəng verir. Silisium, məsələn, dəmir çox ciddi səhra qumları var sarı rəngdə. Silisiumun onunla birləşmələri var sarı rəngdə. Silisium O2-nin özünün saf kristalları isə kvars adlanır. Təbiətdə onun müxtəlif növləri var. Agat, yaşma, ametist kimi müxtəlif növləri var. Silisium O2 qarışıq şəklində qranitdə də olur, qranitin tərkibində də var və opal mineral şəklində, həmçinin silikagel deyirlər. Silisium O2 ilə N-MOL-H2O, yəni bu formada da mövcuddur. Çünki silikat turşusu ki var, bu formada yazmaq düzgün deyil. O silikat turşusunu əsasən belə oksid şəklində bir-birinə birləşmiş şəklində yazılır.
Silisium O2 modifikasiyaları bir-birindən fəzada möhkəmliyinə görə fərqlənir. Silisium O2 ilə karbon qazı eyni qrupun elementləri olmağına baxmayaraq, karbon qazı qaz halındadır. Silisium O2 bərk haldadır və qeyri-molekulyar quruluşudur. Bu isə molekulyar quruluşudur, karbon qazı. Sonra turşu oksidi ancaq duz əmələ gətirən oksiddir. Turşu oksid də ancaq sudan birbaşa reaksiya girib turşu əmələ gətirmir. Turşu oksidi kimi əsas oksidlərdən girir, əsaslardan girir. Məsələn, götürürəm silisium O2, üstə gələk natrium oksid, əmələ gəlir natrium 2, silisium O3, eyni zamanda əsaslardan girir. Məsələn, götürürəm silisium O2, üstə gələk, bu dəfə kalsium götürək, kalsium hidroksid əmələ gələcək, kalsium silikat, üstə gələk H2O. Sonra, yəni bu cür reaksiyanı göstərə bilər. Yəni, əsaslardan, əsas oksidlərdən girir, amma turşulardan girmir. Turşulardan bir dənə silisium O2 nədən girəcək turşulardan? H-fluordan girer. Silisium fluor 4, üstə gələk H2O. Buradan da silisium bu reaksiyadan şüşənin üzərinə naxış qoymaqdan ötürü istifadə edirlər. Şüşə üzərində müxtəlif naxışlar açılır. Şüşənin açlanması deyirlər. Ona görə də H fluoru, yəni bu fluor turşusunu heç vaxt şüşə qabda saxlamaq olmaz, plastik qabda saxlanılır. Əslində bu orta qüvvətli turşudur. Deməli bir qüvvətli, güclüdür, yox. Orta qüvvətli turşudur, ancaq silisiumdan reaksiya girirdi ona görə. Xüsusi xassələri onu deyə bilərik ki, bu turşu oksidi su ilə reaksiya girmir, ancaq baxmayaraq ki, turşu oksidi turşu ilə reaksiya girə bilməz, ancaq burada reaksiya gedir. Sonra qeyri-metalların sırasını yazmışdım. Daha doğrusu oksidlərin silisium O2, P2O5, NO2, CO2. Bax, bu sırada siz polisdə nəyi cavabladınız? Bax, bu sırada bir oksid digər oksidi çıxardır. Bir oksid digər oksiddən bərkliyinə görə fərqlənir. Yəni, biz yazsaq ki, silisium O2 üstə gələk kalsium karbonat reaksiya gedəcək. Alınacaq kalsium silikat, üstə gələk karbon qazı. Amma mən götürüb burada P2O5 üstə gələk kalsium silikat yazsam, reaksiya getməyəcək. Çünki P2O5 bərkliyinə görə silisiumdan geri qalır. Ona görə də onu buradan duzun kalsium silikatının içərisində silisium O2 şəklində. Yəni silisium O2 silikat turşusunun anhidrididir. Silikat turşusu zəif olduğuna görə onu silisium O2 NH2 kimi göstərilir. Silisium O2 də onun anhidrididir. Ona görə ona uyğun kalsium silikat yaranır. P2O5 güclü olsaydı kalsium ortofosfat və silisium O2 alınardı. Burada zəif olduğuna görə o sıraya görə görürük ki, çıxartmır. Sonra silisium O2 karbonla da reaksiya girir. Buradan silisium üstə gələk CO alınır. Bu silisiumun daha doğrusu alınması üsuludur sənayedə. Silisium O2-dən isə laboratoriyada. Silisium O2-nin artıq miqdarda karbonla reaksiyasından silisium karbid üstə gələk CO alınır. Eləcə də silisium O2 maqnezium üsuludur. Maqneziumdan reaksiya girəcək silisium və maqnezium oksid əmələ gələcək. Silisium O2 havada saxlayanda kütləsi dəyişmir, çünki oksidləşmir. Axır ki, doymuş birləşmədə o nəyə oksidləşəcək? İndi karbon qazı ilə çox zaman silisium O2-nin fərqini istəyirlər. Dediyim kimi, karbon qazı ilə silisium O2-nin fərqi ondadır ki, ümumi cəhəti hər ikisi turşu oksidi olmalıdır. Fərqi ondadır ki, H-fluordan reaksiya silisium O2 daxil olur, sudan girmir. Amma karbon qazı sudan girmir, sudan reaksiya girir, daha doğrusu H-fluordan reaksiya daxil olmur. Amma qalan o karbonla reduksiyası, hər ikisinin karbonla reaksiya girməsi, hər ikisinin maqneziumla reaksiya girməsi, reduksiyası, eyni zamanda hidroksidlərlə reaksiyası, hər ikisi turşu oksidi olduğuna görə həm karbon qazı, həm CO, daha doğrusu silisium O2, həm CO2, hər ikisi turşu oksidi olduğuna görə əsas oksidlərdən və əsaslardan reaksiyaya daxil olurlar. Bu da dediyim kimi silisium 4 oksid haqqında məlumat. İndi istəyirəm ki, deməli, metasilikat turşusu, H2 silisium O2 haqqında danışaq. Metasilikat turşusu zəif turşu olduğuna görə dediyim kimi silisium O2 ilə suyun belə qarışıq şəklində də yazılır. Atom kristal qəfəsli maddədir. Eyni zamanda silisium, OH, oksigen, OH. Silisium, OH, OH, yəni bu formada onun quruluşu yazıla bilir. Birbaşa suyla reaksiya girmir deyə onun müvafiq duzunun
özündən qüvvətli turşularla reduksiyasından alınır. Bu zaman natrium klor üstəgələk əslində H2 silisium monoksi alınmalıdır. Zəif turşudur deyə alınan anda parçalanır deyə ilə onu birbaşa silisium monoksi və H2O şəklində göstəririk. Suda həll olunmuş, suda hərməşə şəkilli kolloid məhlul əmələ gətirir. Suda həll olmadığına görə məhlulda da hidrogen iyonu vermir. Ona görə də lakmusun rəngini də dəyişmir. Sonra özündən qüvvətli turşularla onu qızdıranda onu silisium monoksidini çıxardır. Yüksək məsaməli quruluşa malik olduğuna görə ondan silika gel hazırlanır. Ondan da adsorbent kimi istifadə olunur. Silikat turşusunun duzları metasilikat duzları adlanır. Ondan natrium silikatdır, bir də kalium silikatdır ki, suda həll olur. Bunlara həll olan şüşə deyilir, maye şüşə deyilir. Həmçinin yanmayan parçalarının, taxta məmulatların, kağızların yanmayan parçaların dediyimiz kimi hazırlanmasında istifadə olunur. Maye şüşənin alınmasında istifadə olunur. Həmçinin silikat yapışqanı kimi turşuya davamlı betonların hazırlanmasında istifadə olunur. Silikat yapışqanı kimi turşuya davamlı dediyimiz kimi betonların hazırlanmasında istifadə olunur. Sonra indi təbii şəraitdə silisium monoksi ağgildən alınır. Karbon qazı ilə su ilə reaksiya nəticəsində alınır. Və silikatlar ki, qum yataqları əmələ gətirir. Onların arasında bitki heyvan qalıqları biokimyəvi parçalanmaya məruz qalır. İndi gəldik silikat sənayesi ən vacib olan mövzulardan biridir. Silikat sənayesi. Şüşə amorf bərk maddədir. Qızdırıldıqda yumşalır. Ondan istənilən formanı əldə etmək olur və şüşənin hansı növləri var? Adi şüşə, çətin əriyən şüşə, billur şüşə. Adi şüşənin tərkibində natrium karbonat və kalsium karbonat, o necə alınır? Natrium karbonat, kalsium karbonat və silisium O2-nin yüksək temperaturda qızdırılmasından alınır. Bu şüşədən butulka hazırlanır. Sonra yəni şüşənin ümumi formunu göstərsək ki, necə alınır? Bu cür formada yaza bilərik. Götürürəm natrium karbonat, sonra kalsium karbonat, sonra silisium O2. Bunları qızdıranda natrium oksid, kalsium oksid, 6 silisium O2 və 2 mol buradan karbon qazı çıxar. Baxın, bu şüşənin, adi şüşənin tərkib hissəsidir. Adi şüşənin. Deməli, bəzən sodanın əvəzinə adi şüşənin içərisində natri sulfat SO4 karbon qarşılığı tökürlər. Bu zaman siz burada hansı reaksiya gedəcək? Natrium silikat karbon və silisium O2 şüşənin əmələ gətirən əsas tərkib hissəsidir. Burada natrium silikat, karbon qazı və SO2 əmələ gələcək. Yəni, bizə vacib olan nədir? İçərisində natrium olan adi şüşəni alaq. Ən çox nə düşür sual veriləndə? Dedik axı, adi şüşənin əmələ gəlməsinə natrium karbonat, kalsium karbonat və silisium O2 iştirak edir. Burada natrium karbonat hansı funksiyanı yerinə yetirir? Şüşənin ərimə temperaturunu aşağı salır. Silisium O2 nə edir? Şüşəni əmələ gətirir. Əsasıdır. Kalsium karbonat isə ona bərkliyini verir. Şüşəyə bərklik verir. Deməli, əsas xammal olaraq təmir skvars, soda və əhəng daşı götürülür. Sonra davamlılığını yüksəldir. Yəni, kalsium karbonat davamlılıq verir. Natrium karbonat ərimə temperaturunu aşağı salır. Silisium O2 isə deməli, şüşəni əmələ gətirir. Çətin əriyən şüşə, bu adi şüşə idi. Bura kalium karbonat, kalsium karbonat və silisium O2 daxildir. Kalium karbonat, kalsium karbonat və silisium O2. Və bu necə alınır? Bunların reaksiyasından 6 molda silisium O2 əlavə edirəm. Alınacaq kalium oksid, kalsium oksid və 6 mol silisium O2. Üzərinə gəlirəm karbon qazı.
Bax, bu şüşə ki var, göstərmişəm. Bax, onun adı olacaq çətin əriyən şüşə. Çətin əriyən şüşə. Burada elə bil ki, sodanın əvəzinə potaş götürülür də, kalium karbonat götürülür ki, o da davamlı şüşə alınsın, çətin əriyən şüşə alınsın. Növbəti şüşə isə billur şüşədir. Şüşənin tərkibində soda potaşla əvəz olunur. Əhəng daşı isə quruşun 2 oksiddən. Yəni artıq burada kalium karbonat, plümbium oksid və 6 mol silisium oksid iştirak edəcək. Və bu zaman alınacaq kalium oksid, sonra plümbium oksid, 6 silisium oksid və burada 2 karbon qazı çıxırdı. Amma burada 1 mol karbon qazı çıxacaq. Çünki bir dənə kalium karbonatın içərisində var da karbon. Təmiz qumdan isə kvars şüşə alırlar. Adi şüşədən fərqli olaraq kvars şüşənin temperaturu dəyişərkən həcmi az dəyişir. Ondan hazırlanmış qabı ağarana qədər közərtsək, sonra soyuq suya atmaq olur. Və bu zaman çatlamır. Yəni ona görə də onu ən çox laboratoriyada istifadə edirlər. Hər hansı bir kvars şüşədən içərisinə maddə qoyub qəşəng qızdırma olur ki, reaksiyanı aparasan. Yəni onu hətta belə ağarana qədər közərib suya atsan da çatlamır. Tibbdə istifadə olunan kvars lampalar hazırlanır silisium oksiddən. Yəni kvars şüşədən. Kvars şüşədən ultrabənövşəyi şüaları yaxşı keçirir deyə dediyimiz kimi tibbdə istifadə olunur. Şüşə qızdırıldıqda yumşalır və istənilən formanı vermək olur. İndi müxtəlif rəngli şüşələri görürük. Məsələn, şəkidə qəşəng muzeylər var ki, orada cürbəcür rəngli şüşələrdən düzəldir. Nəinki şəki, dünyanın hər bir ölkəsində o cür muzeylər var. Yaxşı, o şüşəni rəngli şüşələri nəyidən hazırlayırlar? Şüşəyə göy rəng verən kobalt oksiddir. Xrom 3 oksid yaşıl rəng verir. Mis 2 oksid isə göy yaşıl rəng verir. Mən özüm necə yadda saxlayıram? Kobalt, göy. Biraz oxşadıram ki, burada da o var. Əsas hərf, bilirəm ki, hər birində oksigen var, əsas elementində. Sonra bu göydürsə ona oxşayan biraz göy yaşıl verəcək. C hərfi var, burada da C hərfi var. Kobalt, yəni bu da olacaq göy yaşıl rəng. Bu da kobalt 2 oksiddir, bu da mis 2 oksiddir. Yəni hər ikisində də valenti 2-dir. Ona oxşayan da göy yaşıl verəcək, ortadakı da yaşıl. Sonra əridilmiş şüşəyə biraz qızıl əlavə eləyəndə al qırmızı rəngli şüşə alınır. Buna yaqut şüşə deyirlər. Yaqut şüşə deyirlər. Deməli, hansı olduğu şüşə var, adi şüşə, var kimyəvi şüşə, var billur şüşə. İndi buna aid bir dənə, 2 dənə məsələ var. Ona da baxaq, sonra yekunlaşdıraq. Məsələn, belə bir sual verir. Deyir, 10% qarışığı olan 600 kiloqram silisium oksiddən neçə kiloqram kimyəvi şüşə almaq olar? Deyir ki, 10% qarışığı var. Deməli, bunun 90% özüdür də, düzdür? 600-ün 90%-ni tapıram. Böl 100. Bu da eləyəcək 540. Düzdür? 540. Mən görürəm ki, 6 silisium oksid 1 mol şüşənin tərkibinə daxildir. Ya da kiloqram olaraq adi şüşə dediyinə görə adi şüşənin əgər moldan istəsəydi, mol deyərdim. Bir də məsələn oxum, 600 kiloqram silisium oksid neçə kiloqram kimyəvi şüşə. Kimyəvi şüşə deyirsə artıq hansından söhbət gedir bundan? Kalium oksid, kalsium oksid, silisium oksid. Bunun kütləsi nəyə bərabərdir? Məsələnin şərtində özü verilib kimyəvi şüşənin kütləsi 500 ona bərabərdir. Yazıram şüşə. Görürəm ki, 6 vuraq silisium oksid
deməli, bu eləyir 6 dənə silisium monokin kütləsi 540. 540-dan nə qədər alınıb? Bu şüşənin də kimyəvi şüşənin də kütləsi verilib bizə 510. 540-dan 510-dur. Elə məsələnin şərtində 600 kiloqramın 90% onsuz da 540 edir. Elə 540-dan 510 kiloqram şüşə alınır. Deməli, nə etdik? Kənar qarşılığı atdıq, 90% edir 540. 6 mol silisium monokidən gördük ki, kimyəvi şüşə tərkibində 6 mol silisium monoki var. Ondan 510 kiloqram şüşə alınır. Bəs elə məsələnin şərtinə əsasən də 540-dır. 540-dan nə qədər o dərəcə elə 540. İndi formanı dəyişək məsələn. Deyir ki, tərkibində 80% kalsium karbonat olan 500 kiloqram əhəng daşından neçə kiloqram adi şüşə almaq olar və ona əsasən biz müəyyən edirik. Birinci 500-ün 80%-ni tapıram, eləyir 400. 400. Kalsium karbonatdan şüşənin alınmasını yazıram. Şüşə. Çünki adi şüşənin tərkibində 1 mol kalsium karbonatdan istifadə olunur da almağa. Axı natrium oksid, kalsium oksid 6 mol silisium oksid. Deməli 1 mol kalsium karbonatdan istifadə olunur. 100 qram, bunun kütləsi 100 qramdır. Yəni burada kiloqramla ifadə edib deyə burada kiloqram verib deyə elə bunu da kiloqramla yazaq. 100 kiloqramdan adi şüşənin də kütləsi 478-dir. 100 kiloqramdan 478 alınırsa, bəs 400 kiloqramdan nə qədər alınır? 4 dəfə çox. Deməli, nə etdik? 500-ün 80%-ni tapdıq. 500-ün 80%-i adi şüşənin tərkibi istifadə olunur. Deməli, sən adi şüşənin tərkibini bilməlisiniz ki, nəydən alınır? Natrium karbonatdan alınır, kalsium karbonatdan alınır, 6 mol silisium O2. Bunların reaksiyasından alınacaq natrium oksid, kalsium oksid və 6 mol silisium O2, 2 mol da karbon qazı çıxır. Yəni, bu adi şüşənin yüksək temperaturda alması reaksiyası. Siz gərək bunu biləsiniz. Və ona əsasən tapmalısınız ki, 1 mol kalsium karbonat istifadə olunanda adi şüşə alınır. 1 molun da kütləsi, tutaq ki, burada kiloqramla veribdir, biz də kiloqramla ifadə edirik. 100 kiloqramdan 478 kiloqramdırsa, alınırsa, bəs 400 kiloqramdan nə qədər alınır? Çünki adi şüşənin kütləsi 478. Yəni, bunlara dair də məsələlər bu formada olur. Biz nəyi öyrəndik burada? Şüşə istehsalını. İndi gəldik sement istehsalı. Sement istehsalı üçün əsas xammal götürülür əhəng daşı, kalsium karbonat, gil. Bir də gilin tərkibi alüminium oksid, 2 silisium O2 və 2 H2O. Nə olur? Birinci gili qızdırırlar. Gili qızdıran kimi alüminium oksid, 2 silisium O2, 2 H2O. Qızdırılan kimi alüminium oksid əmələ gəlir. Silisium O2 əmələ gəlir 2 mol və su. Eləcə də kalsium karbonat da qızdırılır öz növbəsində. Kalsium oksid üstə gələk karbon qazı əmələ gəlir. Sonra kalsium oksid qızdırılan zaman alınan silisiumla reaksiyaya girir. Əmələ gələcək kalsium silikat. Sonra kalsium oksid alüminiumla reaksiyaya girir. Kalsium alüminat. Alüminium O2-dən 2 dəfə. Kalsium alüminat. Kalsium buna metal alüminat da deyirlər. Və sement alınır. Sonra sementin rəngi nə rəngdədir? Yaşılımtıl qonur rəngdə olur. Kalsium karbonatdan deməli nəyi qarışdırdıq sement almaq üçün? Gili. Əhəng daşı ilə gili. Qarışdırılıb, yandırılır və ondan qarışdırılıb yandırılanda klinker deyirlər. Elə bir maddə alınır. Deməli, sement istehsalında nələrdən istifadə olunur deyəndə əhəng daşıdır, gildir, hər ikisini qızdırırsan, təzədən əmələ gələn kalsium oksidi həm silisium O2, həm alüminiumla reaksiyasına gəlir. Kalsium silikat, eləcə də kalsium metal alüminat alınır. Belə, bu da sementin əsas tərkib hissələri. Silisiuma aid bu qədər.